Bir daha salam hamınıza. Deməli, keçən videomda full şarjla neçə kilometr gedə biləcəm, yol qət eləyə biləcəm, bununla bağlı bir video çəkmişdim. Onda məndə deməli 458 kilometraj idi yürüyüş. İndi hal-hazırda gördüyünüz kimi 502 kilometrdir. Yəni 44 kilometr yol qət eləmişəm. 44 kilometrdən də, yəni 125 kilometrdən çıxanda 44, 81 kilometr eləyir. Əslində burada qalmalı idi 81. Amma 56 kilometr qalıbdı. Yəni sözün düzü çox qaz verib elədim. Yəni anidən sürətlənmə olan zaman istər-istəməz baterika daha tez düşür də ona görə. Növbəti videoda çalışacağım maksimum dərəcədə daha ekonomik olmağa çalışım. Yəni sadəcə yoxlamaq üçün ki, ümumiyyətlə 125 kilometr getmək mümkündürmü ya yox. Açığı deyim, bundan öncə yoxlamışdım, 125 kilometrdən vermişdi. Onda isə 118 kilometr yol qət eləmişdim. Hələ onda da qaz verirdim istər-istəməz. Amma mənə elə gəlir ki, 125 kilometrdən də artıq bəzən getmək olur. Çünki maşın spuska gedən zaman əyləci basanda avtomatik şarj olmağa başlayır. Ona görə də növbəti videolarda görüşənədək. Sağ olun.